Saatların dəyişdirilməsi ləğv edilməlidir. Avropada yay vaxtına keçid sağlamlığa təsirləri ilə yenidən müzakirə olunur. Martın 29-da vaxt 1 saat irəli çəkiləcək və bu dəyişiklik insanların yuxu rejiminə təsir edəcək. Mütəxəssislər bildirib ki, cəmi 60 dəqiqəlik fərq belə orqanizmin sirkadial ritmlərini pozur. Alimlərin fikrincə bioloji saat yuxu, oyanıqlıq, hormonların ifrazı və ümumi əhval-ruhiyyəni tənzimləyir. Vaxtın dəyişməsi isə bu balansı pozaraq yorğunluq, diqqət azalması və hətta qısa müddətli sağlamlıq problemlərinə səbəb olur. Digər tərəfdən axşam saatlarında gün işığının artması da yuxuya getməyi çətinləşdirir. İşıq melatonin hormonunun ifrazını azaldır və bu da gec yatmağa səbəb olur. Mütəxəssislər daha yaxşı yuxu üçün axşam saatlarında otağın qaranlıq saxlanılmasını tövsiyə edir. Digər alimlər hesab edir ki, saatların dəyişdirilməsi ümumiyyətlə ləğv edilməli və daimi qış vaxtı saxlanılmalıdır. Onların fikrincə səhər gün işığı insan sağlamlığı üçün daha vacibdir və bu bioloji saatın düzgün işləməsinə kömək edir.